Hər il dünyada 42 milyon qadın abort üçün həkimə müraciət edir. Nəticədə minlərlə uşaq və qadın dünyasını dəyişir. Bu problem Azərbaycandan da yan keçmir. Bu, Nailə Məmmədovadır. Müəllimədir. 2 qız övladı var və elə bu da ailədə həmişə problemə yol açıb. Növbəti, yəni 3-cü uşağında qız olacağını eşidən ata bununla qətiyyən razılaşmır. İndi ana 2 yol ayrıcında qalıb. Ya mən abort eləməliyəm, ya da ki, 3-cü qız övladımı dünyaya gətirib ailəmdən ayrılmalıyam. Çarəsiz qalıb, 3 uşağı tək başına böyüdə bilmədiyim üçün yeganə yol olan abortu seçirəm. Bugün Azərbaycanda qadınların əksəriyyəti nəsil artımında seçim edərkən məhz aborta üst tutur. Bu da demoqrafik göstəricilərə mənfi təsir edir. Məsələn, 2005-ci ildə ölkədə 15-49 yaş arası qadınlarda abort hallarının sayı 19,6 min idisə, 2006-cı ildə 20,9 min, 2007-ci ildə 22,3 min, 2008-ci ildə 25,3 min, 2009-cu ildə 24,6, 2010-cu ildə 26,8 min olub. Statistikaya görə bu hallar 25-29 yaşlı qadınlar arasında daha çox qeydə alınıb. Ötən 2011-ci ildə isə 54% oğlan, 46% qız uşağı dünyaya gəlib. Bu hal ölkədə birmənalı qarşılanmır. O da Allah Taala'nın verdiyi evladdır, bu da Allah Taala'nın. Oğlanda, qızda heç bir fərqi yoxdur. Çox pis baxıram. Heç ümumiyyətlə elə şeylərə cinayətlə hesab edirəm mən. Bu düz eləmirlər. Sonra peşman olurlar ki, qızım yoxdansa oğlandır. Dünyada abort daha çox Şərqi Avropa ölkələrində yayılıb. Ən az abort etdirənlər isə Qərbi Avropadadır. Qərbi Avropada hər 1000 nəfərdən 12-si hamiləliyini pozursa, Şərqi Avropadan 1000 qadından 44-ü belə bir addım atır. İslam ölkələrində isə əsasən qız uşaqlarından imtina məqsədi ilə edilən abortların sayı daha çoxdur. Psixoloqlar bu kontrastı belə izah edirlər. Ölkələrində həqiqətən, məsələn, insanlar hər hansı bir hərəkəti eləməzdən əvvəl çox ölçüb biçirlər. Bir də ki, onlarda, deyək belə, azadlıq məfhumu deyilən bir şey var da, o azadlıq məfhumu daha genişdir. İslam dövlətlərində ən çox bu, yəni geniş vüsət alıbdır ki, nəysə qız uşağına qarşı bir qədər laqeyd münasibət bəsləyirlər. Abortun ən təhlükəlisi cərrahi abort, ən təhlükəsizi isə medikamentoz, yəni dərman preparatlarından istifadə yolu ilə hamiləlikdən azad olmadır. Ancaq valideynlər dölün cinsi haqqında məlumatı aparat vasitəsilə yalnız hamiləliyin 3-cü aylığında öyrənə bilirlər. Bu isə cərrahi aborta gətirib çıxarır. Belə təhlükəli risk anaya daha dəhşətli anlar yaşada bilər. Ancaq vicdan əzabından qurtulmaq mümkün olmadığı kimi sonraki peşmançılıq da heç zaman fayda vermir. Əlbəttə, abort eləmək çox yanlış bir addımdır. Hamiləlik süni sürətdə pozulursa, ağırlaşmalar daha çox olur. Uşaqlıq boşluğunun özündə bitişmələr əmələ gəlir, iltihab proseslər əmələ gəlir. Ən qorxulu bir xəstəlik, mən deyərdim, endometrioz deyilən bir xəstəlik əmələ gəlir. Bu da ki, abortun ən ağır fəsadlarından biridir. Bu baxımdan ucqar rayonlarda vəziyyət daha acınacaqlıdır. Stereotiplərin güclü olduğu bölgələrdə qadınlar əksər hallarda ev şəraitində abort etdirirlər. Ev şəraitində aparılan abortlarda fəsadlar daha çox rast gəlinir. Fəsadlar ən çox qanaxmalar, infeksiyon fəsadlardır. Yəni, infeksiya yayılır, genişlənir və ən ağır hallarda peritonitlə nəticələnir. Peritonit də elə hal yaradır ki, əgər təcili əməliyyat olunmasa, qadının ölümü ilə başa çatır. Amma Məmmədovlar ailəsi kimi düşünməyən ailələr də var. Elə Kamran İskəndərovun ailəsi kimi. Bu ailənin 3 qız övladı var. İradə, Asiman və Nəzrin. Onların ən böyüyünün 6 yaşı var. Ən kiçiyi isə 2 aydır dünyaya gəlib. Kamran və xanımı Nigar qızları ilə fəxr edirlər. Biz yoldaşımla üzüyə girəndə tapşırdıq ki, həkimə, bizə uşağın cinsi ilə bağlı məlumat verməsinə, yalnız sağlamlığı ilə bağlı. O barədə problem olmayıb ki, dünyaya qız gələcək, oğlan gələcək. Hər ikisi insana əzizdir, yəni qız olsun, oğlan olsun. Danılmaz bir həqiqət var ki, cənnət anaların ayaqları altındadır. Bugün ana bətnində məhv edilən hər bir qız övladı isə sabahın anası deməkdir. Müqəddəs kitablarda o da qeyd olunur ki, 2 qız övladını boya başa çatdırıb köçürmək 60 ilin ibadətinə bərabərdir. İslam dinimiz ümumiyyətlə körpələrin, nütfənin, uşağın bir mənalı ana bətnindən xaric edilməsini qəbul etmir. Bu, bir insanı öldürmək kimi qəbul olunur. Ölkədə sonsuzluqdan əziyyət çəkənlərimiz də az deyil. Bu göstərici hazırda 13% təşkil edir. Hər kəs bu problemdən müxtəlif çıxış yolları axtarır. Kimisi öz yaxınlarının uşaqlarını övladlığa götürür, kimisi də uşaq evlərinə müraciət edir.
Maarif Məhərrəmbəyli də bu problemdən çıxış yolunu ikincidə görüb. Özünü çox xoşbəxt hiss edən ailə abort anlayışını qətiyyən qəbul etmir. Uzun illər bizim ailəmiz övlad həsrətində olub. İndi şükürlər olsun ki, bizim övladımız var. Adı Zəhradır, gözəl qız balasıdır. Hərdən eşidəndə ki, bəzi ailələr qız övlad istəmirlər, onu tələf edirlər. Mənə ki, düzgün deyil. Oğlan da, qız da bu Allahın verdiyi bir nemətdir. Araşdırmalar göstərir ki, bu tip abortların çoxu adət-ənənələrlə bağlıdır. Yəni, böyük əksəriyyət oğlan uşaqlarına varis kimi baxdığından oğlun olmaması bir növ həmin ailəni qınaq obyektinə çevirir. Azərbaycanda bugünkü gündə ildən ilə abortların sayı artır. Bunu bir tərəfdən abortların sayının artırılması kimi də göstərmək olar. Digər tərəfdən statistikanın yaxşılaşdırılması ilə də əlaqədar ola bilər. Ancaq bizim gördüyümüz 26.800 rəqəmi, hansı ki rəsmi statistikada özünə yer tapıbdır, bu sözsüz ki, real vəziyyəti tamamilə əks etdirmir. Birləşmiş Ərəb Əmirlikləri, Suriya, Misir, Çili, Əfqanistan, İran, İraq, Yəmən, eləcə də Amerikanın bəzi ştatlarında abort qadağandır. Azərbaycanda isə hələ belə bir qanun mövcud deyil. Hazırda problemin aradan qaldırılması üçün valideynlər arasında maarifləndirmə işinin aparılmasına, həm də ciddi aparılmasına ehtiyac var. Gələcəkdə bu qadında psixoloji bir problemlər yarana bilər. Məsələn, gələcəkdə hamiləlikdən qorxma və yaxud da ki, cinsi həyatdan, münasibətdən qorxmaq ki, gələcəkdə yenə də hamilə ola bilər. Və kişilərin arasında da bu maarifləndirmə işini aparırıq ki, onların da məlumatı olsun ki, abort nə dərəcədə qadınlara zərər verə bilər. Bütün məqamlarda olduğu kimi bu medalın da iki üzü var. Amma biz istərdik ki, onun bir üzü olsun. Bu baxımdan araşdırdığımız problemdən çıxış yolunu tapıb, son qərar verməyi Nailə Məmmədovanın öhdəsinə buraxırıq. İnanırıq ki, o ən düzgün və ədalətli seçim edəcək.